еще, наверное, часа 2. Очередь просто. Смотрите, какая кайфовая очередь. Что из брошек сейчас стаканы поставить? Они вот есть. Girls want J-Lo? Okay, I'll take it. I like it. We've missed you. I missed you too. I got it. I'm strong. Gracias a la vida que me ha dado tanto, me dio 2 luceros. And sometimes you're happy and joyful and full of hope, and then sometimes they're more difficult, they're harder. Thank you so much. But the truth is, it doesn't matter if we have hard moments or happy moments. They're all beautiful experiences. This is life. This is life. When it comes to life and love, that's where we get all these beautiful songs from. You know, a long time ago, I recorded my very first record. I love it so much. You guys might know it. You can sing it with me. It goes... You are my love, and you've got to have it all. But first, turn the music up till you got sound. Let's get it loud. Turn the music up till you got sound. Let's get it loud. Let's get it loud. Ain't nobody gotta tell you what you gotta do. Let's go. I see it. Come on, play that song. Play it all night long. Just turn it up and turn it on. Play it, come on. I'm gonna carry this night. I love you. Tell me I'm free, free to find the love of my dreams. No one has been waiting for me. Was down on my knees, but now I'm back on my feet. And nothing can stop me. I'm free. Everybody, hands up like that. That's what I wish for you, to feel truly free, to feel free to love, to be who you are, do what you love to do, to make all of your dreams come true. Just be free. Just for the night, I wanna be part of. Kavgasının rəsmiyyət kanunu. Dilaver müəllim. 15-ci görüş baş tutdu. Bu dəfə iş adamlarının 15-ci Sibris toplantısı fərqli formatda Bakıda möhtəşəm şam yeməyi şəklində keçirilib. Ekspres xəbərlər xəbər verir ki, Dilavər Sadıqovun Sibrizdə 3000 iş adamı toplamaq layihəsi uğurla davam edir. Şam yeməyi məşhur simaların iştirakı ilə yadda qalıb. Tədbirdə iş adamları ilə yanaşı millət vəkilləri, xalq artistləri və tanınmış simalar bir araya gəlib. İştirakçılar arasında millət vəkili Rüfət Quliyev, xalq artisti Əli Nur, xalq artisti kino rejissor Şeyx Əbil, xalq artisti
Nurəddin Mehdixanlı da olub. Tədbirə media dəstəyi isə Ekspres xəbərlərin rəhbəri Fərid Hüseynov tərəfindən göstərilib. Görüş zamanı Dilavər Sadıqov Sibriz ilə bağlı maraq doğuran suallara cavab verib, yeni layihələrdən danışıb və iş adamlarının təkliflərini dinləyib. Səmimi söhbətlər, əməkdaşlıq imkanları və yeni ideyalarla zəngin olan görüş möhtəşəm abu havası ilə yadda qalıb. İqtisadi rifahı sizlərin əlindədir. Sizlər nə qədər aktiv olsanız və nə qədər millətinizin, xalqımızın yanında olsanız, siz də onların Azərbaycanın müxtəlif yerlərində heykəlləri qoyulur, haqqında filmlər çəkilir, əsərlər yazılır. Mənə belə gəlir ki, biz sənət adamları cəmiyyətimizin bütün təbəqələrini tanımalıyıq. Çünki biz hamımız ortaq bir talih yaşayırıq. Hörmətli xanımlar, hörmətli cənablar, hörmətli toplantı iştirakçıları. Və biz bu günləri fəxr eləməliyik ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən ən inkişaf eləmiş dövlətidir. Sağ olun, var olun. Allah səfəri olsun. Barzavoya gələn, amma Niva ilə gələn. Что дорога вот так. Вот такая дорога. Əli Kərimlinin o məlum indi müsahibəsi haqqında danışacaq. Orada mənim diqqətimi çəkən bir məqam var. Adam iddia eləyir ki, gərək Trump Azərbaycan hakimiyyətindən hansısa 375-dir, nədir, siyasi məhbusun azadlığını tələb edər. Bilirsiniz kimdir o dırnaq arası 375 siyasi məhbus? Onların hardasa 230 nəfəri, bax bugün saxlanılan o qadınların dəstəsindəndir. İranın Fars Molla rejiminin Talih Bağırzadənin də nəzərdə tutur. Bəli, o da siyasi məhbusdur. Bəli, onu da nəzərdə tutur. İranın Fars Molla rejiminin Azərbaycan Respublikasında dünyəvi dövləti devirib, yerində məzhəb dövləti qurmaq istəyənlərdir. Əli Kərimli bunlara siyasi məhbus deyir. Anda adama belə bir sual yaranır ki, ay Əli Kərimli, sən də mi Azərbaycanda bir məzhəb dövləti qurulmasının tərəfdarısan? Əgər tərəfdarısansa, bunu başa düşə bilmirik. Necə olur ki, sən onun tərəfdarısan, səsinsə qərbdən gəlir, misal üçün Fransadan gəlir. Nətər olur? Bu bağ hardandır? Üstə gəldə İlham Əliyevin bu uğurlu səfərinin ardından belə aktivləşməyiniz sinxron şəkildə. Sən oradan müsahibə verirsən. Bu qadınları biriləri irəli sürür. Sən orada iddia edirsən ki, o İrana bağlı adamlar nə siyasi məhbusdur. Yeri gəlmişkən... Mərkəzlər eynidir, Azər bəy, fikir verirsiniz. Bax, Xomeyni, yəni bundan əvvəlki... Yəni o qurucuları da haradan gəlib? Fransadan. Hara bağlıdır? Rusiyaya. Əli Kərimli hara müsahibə verib?
Fransa Beynəlxalq Radiosunun Rusiya xidmətinə. Rus xidmətinə, bəli, yəni və üstəlik də maraqlısı Bu məsələləri məxsusi orada dilə gətirir və onun çıxışından sonra Azərbaycanda bir təxribat və törədir. daha maraqlı bir təsadüf nüans sayaq. da var burada. Onu da xüsusi mən istəyirəm vurğulayım, tamaşaçılarımız üçün maraqlı olacaq. Bunun iddia etdiyi o 375-dir nədir? Siyasi məhbus dediyi adamların arasında bilirsiniz kimlər var daha? Bugün Bakıda məhkəməsi gedən 23 nəfər erməni. O da 375-ci Bəli, daxildir. o siyahıdadır. Əli Kərimli üçün o da siyasi Kərimli deyir məhbusdur. ki, bunlar siyasi məhbusdur və Trump Azərbaycan hakimiyyətindən İlham Əliyevdən onların azadlığını tələb edir. Yəni Trump Bəli. Arutunyanın, Vardanyanın Bəli, bəli. azad olmasını tələb eləməlidir və bizdən, bunu eləmi? Əli Kərimli deyir. İndi bax, bunun arxasınca gedənlər var. Çox deyirlər, əvvəlki kimi indi kütləviliyi var. Söz tapa bilmirəm, Yəni deməyə buyursunlar Azərbaycan. bu adamlar, mən yalan deyirəmsə, Vətənə, dövlətə bu qədər xəyanət eləmək olmaz. sorğulasınlar, adamlar sorğulasınlar, öz o dırnaq arası liderlərini sorğulasınlar ki, biz İlham Əliyevə müxalifik, başa düşdük. Hakimiyyət iddiasındayıq, başa düşdük. Amma Azərbaycan xalqına bu qədər qan uddurmuş qatillər, cinayətkarlar bugün məhkəməyə çəkilir. Onların əlində Xocalı soyqırımında vəhşicəsinə öldürülmüş Yəni, Azərbaycanlıların qanı var. Körpəsi, qadını bizim qadınlarımızın başına gətirdikləri indi dilə gətirib deyə bilmirik. Utanırıq. Kişi olaraq utanırıq. Yəni, bilirsiniz, sən dur, bunların azadlığını tələb elə. Nə var, nə Fransanın radiosuna, Rus bölməsinə bir müsahibə verirsən, onu yayımlatdırırsan və tələb edirsən ki, Trump bunların azadlığa buraxılmasını təmin etməlidir. Trump niyə misal üçün İranın Fars Molla rejiminin o tör-töküntülərinin azadlığını İlham Əliyevdən tələb etməlidir? Niyə? Axı Biz onları niyə buraxmalıyıq? biz Onlar cinayət törədiblər. Əlbəttə, konkret hamısının cinayəti üzünə oxunulub məhkəmədə maddələrlə, dəlil sübutla hamısı təsdiqini tapıb adamlar oturublar həbsxanada. Sən durub deyirsən ki, siyasi məhbusdur. Niyə əsaslanıb deyirsən? İndi sən durub əgər deyirsənsə ki, bunlar əsassız yerə tutulub, gəlsən sübut elə ki, o adamlar bu ölkədə məzhəb hakimiyyəti qurmaq istəmirdilər. Gəlsən sübut elə ki, Kərimə dövlət qurmaq istəyir. Kərimə dövləti qurmaq. Bəli, bəli. Gəlsən sübut elə ki, onlar Azərbaycanın dünyəvi dövlət quruluşunu ləğv etmək, məhv etmək istəyirdilər. Məsələn, mən şəxsən Azərbaycan vətəndaşı olaraq Azərbaycanın dünyəvi dövlət olmasından məmnunam və bunun heç cür dəyişdirilməsinə yol verə bilmərəm. Bir vətəndaş olaraq sabah kimsə çıxıb bu quruluşu dağıtmaq istəsə, söhbət burada İlham Əliyevə münasibətdən getmir. Bizim dövlət quruluşumuzdan Bizim gedir. dövlətimiz, müstəqilliyimiz təhlükədir. Bəli, yəni kimsə durub mənim dövlətimə dil, əl uzadarsa, artıq hakimiyyətə, müxalifətə münasibətimdən asılı olmayaraq, şəxsən mən sinəmi qabağa verəcəyim və illərdir verirəm də. Yəni demək istədiyim odur ki, bu adamların o siyasi məhbus manipulyasiyalarının mahiyyəti budur. Ona görə mən istəyirəm ki, Azərbaycanda müxalifət adına hərəkət etdiyini düşünən xüsusən də gənclər ayırsınlar. Yəni Əbülfəz Elçibəyin partiyasının sədri olan adam Tehranın əl quzusu olmamalıdır. Moskvanın əl quzusu olmamalıdır. Parisin əl quzusu olmamalıdır. Qərblə bağlı yanaşmaları, Qərb haqqında danışmağı, Qərbə inteqrasiyanın tərəfdarı olmağı hamısı oyundur da, yəni şoudur deyir. Hardadır o Qərb? Hardadır o Qərb? Sizlə bir dəfə danışmışdıq bunlar 2013-cü ildə Rusiya prezidentinə Moskvaya məktub yazmışdılar ki, gəl bizə kömək edək. Onda böyük demokrat lider kimi qiymətləndirmişlər həmin məktubda. Gəl bizə kömək edək. İlham Əliyevi devirək yerinə biz keçək və biz sizə işləməyə hazırıq deyən bu deyildi. Bunlar idi. Bu tərəfdən Tehrana bunlar o mesajları göndərirlər. Tehranın bütün uzantılarını müdafiə edirlər. Siyasi məhbus elan ediblər. كم خد سنة هم؟ عندنا ماما تلبس وياك كذا انا عندنا ادوسني الحمد لله احنا نعلم انا اسمعك برا وحطها شيء حقت شيء يوم شافوا العرب اتجهوا لهم سوى نعرفها كلها صورته كان الجيش يا ولد اكيد
Это для салата. Ну, если ты не против, новорожденного. Да, пусть пьет. Алексей. Тебе сегодня все тебе. Вот уже без горчинки. Есть привкус. Нет, привкус травы уже. Сбили вы этот. Ну, это мне так показалось. Но очень полезное. Масло очень полезное.